Bəli, bugün diqqət mərkəzində Almaniyanın xarici siyasəti və Xristian Demokrat İttifaqı daxilində yaranmış fikir ayrılığıdır. Xarici İşlər naziri Johan Vadeful Suriya qaçqınları ilə bağlı açıqlamalarından sonra tənqid edilməkdə davam edir. Qeyd edeyim ki, Vadeful Suriyanın dağılmış bölgələrinə səfər elədi və bildirdi ki, burada vəziyyət 1945-ci il Almaniyasından daha pisdir və qaçqınların bu qədər tez vətənə qaytarılmasının düzgün olmadığını söylədi. Elə bu sözlər partiya daxilində kəskin reaksiya doğurdu. Deməli, partiya daxilindəki tənqidçilər hesab eləyirlər ki, nazirin ehtiyatlı mövqeyi Suriyalı qaçqınların tezliklə deportasiyasını ləngidir. Kansler Friedrich Merz isə sanki deyir ki, Almaniya Almanlar üçündür. Bildirir ki, Suriyada vətəndaş müharibəsi başa çatıb, artıq Almaniyada sığınacaq üçün əsas yoxdur və biz geri qaytarılmalara başlaya bilərik. Qeyd edeyim ki, rəqəmlərə görə 2023-cü ilin sonunda Almaniyada təxminən 973 min Suriyalı yaşayırdı və onların təxminən 712 mini qaçqın və ya müvəqqəti müdafiə statusuna malik idi. Əsas gəlmə dalğası 2015-2016-cı illərə təsadüf edir. 2025-ci ilin yanvar-sentyabr aylarında Almaniyaya gələn yeni Suriyalıların sayı təxminən 40 mindir və müqayisə etsək, bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 2 dəfə azdır. O ki qaldı Suriyalıların belə tez Suriyaya qaytarılması ideyasına Almaniya miqrasiya siyasətini yenidən nəzərdən keçirməyə başlayıb və Suriyalı qaçqınları daha fəal şəkildə vətənə qaytarmaq niyyətindədir. Rəsmi Berlin hesab edir ki, Suriyada vətəndaş müharibəsinin şəraiti artıq geri dönüşə mane olmur və bu siyasətin məqsədi miqrant axınını tənzimləmək və deməli, ölkənin sosial sisteminə düşən yükü azaltmaq məqsədi daşıyır. Hüquq müdafiəçiləri isə bildirirlər ki, Suriyada təhlükəsizlik tam bərpa olunmayıb və qaçqınların geri göndərilməsi onların həyatını risk altına atmaq deməkdir. Çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.